Türkiyə 2-ci Dünya Müharibəsinin əvvəllərindən 1945-ci ilə qədər hansı siyasət yürütdü? 1945-ci ildə bu bitərəfliyi pozub Dünya Müharibəsinə girdi və Almaniya ilə İtaliya müharibə, Almaniya ilə Yaponiya müharibə elan elədi. Sual: Türkiyənin girmə səbəbi nə idi? Bax, Türkiyənin 2-ci Dünya Müharibəsinə qoşulma səbəbi BMT-yə daxil olmaq istəyi idi. 2-ci Dünya Müharibəsi illərində Türkiyənin prezidenti kim idi? Yox. İsmət İnönü. Dünya müharibəsindən sonra İsmət İnönü ölkə iqtisadına qapalığa son qoyub xarici kapitalının daxil olmasına icazə verdi və torpaq islahatı haqqında qanun verdi. 45-ci ildə. Həmin qanun məhdud həyata keçirildi, amma məhdud. Niyə? Çünki qanuna əsasən torpaqlarını vermirdilər çox torpaqların çoxu millət vəkillərinin falan idi. Onlar qanunun öz torpaqlarını vermədilər və qanunu yumuşatdılar. Və bir hissəsi NATO müəyyət keçirildi bu qanun. Türkiyədə demək Qazanxan islahatı tam keçirilib. 2-ci Dünya Müharibəsindən sonra Türkiyədə belə bir dənə hadisə baş verdi. 40-cı illərin sonlarında ölkədə partiyaların, siyasi azadlıqların belə icazə verildi və yeni partiyalar meydana gəlməyə başladı. Yeni meydana gələn partiya hansı partiyaydı? Demokrat Partiyası. Cumhuriyet Xalq Partiyasının içindən çıxan Demokrat Partiyası. Bu Demokrat Partiyası neçənci il seçkilərində qalib gəldi? Prezident oldu Cəlal Bayar, Adnan Mendes. Demokrat Partiyası millləşdirməyə qarşı olub. Bunu yadda saxlayın. Millləşdirməyə qarşı olmuşdur. Bundan başqa Demokrat Partiyası dövründə Türkiyə NATO'ya üzv oldu. Koreya müharibəsinə Cənubi Koreya və ABŞ-a yardım etdiyi üçün daxil oldu NATO'ya. ABŞ buna icazə verdi. Həmçinin ABŞ-ın Türkiyəyə NATO'ya daxil olması icazə verməsinin səbəbi həm də Türkiyənin mövqeyi idi. Türkiyənin mövqeyindən, ərazisindən SSR-nə yanına biləcək müharibəyə qarşı istifadə eləmək fikrində idi ABŞ. Ona görə Türkiyə NATO'ya girən kimi burada ABŞ bazalarının yaradılmasına icazə verildi. Aydındırmı? Demokrat Partiyası dövründə 50-ci illərin sonlarında artıq ölkədə xaos yaranmışdı, anarxiya. Buna görə də ilk hərbi çevriliş nə vaxt baş verdi? 60-cı ildə. İlk hərbi çevriliş nəticəsində ölkənin yeni konstitusiyasına vaxt qəbul edildi? 61-də. Yeni konstitusiyaya əsasən hakimiyyət bölünməsi prinsipi genişləndirildi və 3-cü hakimiyyət qolu kimi hansı hakimiyyət forması tanınmağa başladı? Məhkəmə hakimiyyəti. Hansı hakimiyyətin səlahiyyətləri azaldıldı? İcraçı hakimiyyət. Qanunverici hakimiyyətə geniş səlahiyyətlər verildi. Məhkəmə hakimiyyətə geniş səlahiyyətlər verildi. Və ölkənin yeni konstitusiyasına əsasən icraçı hakimiyyətə nəzarət eləmək üçün ölkədə Konstitusiya Məhkəməsi adlanır. Şöyle Türkiyənin Kiprə qoşun yeritməsinə baxın. Kiprə qoşun yeritməsi hansı Türk baş nazirinin dövrünə aiddir? Bülent Əcəvit. Buna qarşı bu hadisədən sonra dünyada embargolar falan qoyuldu, təzyiqlər oldu. Amma Bülent Əcəvit geri addım atmadı. Adaya qoşun çıxartılması ilə ada iki yerə bölündü. Şimali Kipr türklərə, Cənubi Kipr isə Yunanlara verildi. Qoşun çıxarma nə ilə bağlıdır? Çünki Yunanlılar Kipr adasında Türk müsəlman əhaliyə qarşı soyqırım törədiblər. Buna cavab olaraq bunun qarşısını almaq üçün qoşun yeridilmiş. Aydındır, 74-də ada bölündü. Amma 1983-cü ildə Şimali Kipr Türk Cumhuriyyəti quruldu Şimali Kipr ərazisində. Bunu da biz bilməliyik. Türkiyədə növbəti hərbi çevriliş nəticəsində Kənan Evrenin rəhbərliyi ilə. Kənan Evren bu çevriliş nəticəsində ölkədə hərbi rejim yaratdı. Hərbi rejimə nə vaxt son qoyuldu? 83-cü ildə. Keçirilən seçkilərdə kim baş nazir oldu 83-cü ildə? Turgut Özal. Turgut Özal da 20-ci əsrdə Türkiyənin iqtisadi möcüzəsi atası adlandırıldı. Yəni bu məlum məsələdir. Ölkə iqtisadi inkişaf elətdirilib və bir çox tədbirlər keçirilib. Türkiyədə Ədalət və İnkişaf Partiyasının seçkilərdə qalib gəlməsi ki, baş nazir olur. Rəcəb Tayyip Ərdoğanın da seçilməsi 2014-cü ildir. Hal-hazırda hakimiyyətdə olan əsas iqtidar partiyası məhz AK Partiya hesab edilir.